Gəlin etiraf eləyək ki, xanım olduğuma görə demirəm, amma bu gün xəyanətin qurbanları daha çox qadınlardır, nəinki kişilər. Və qadınlar öz hüquqlarını təmin eləmək üçün məhkəməyə müraciət eləyirlər. Sadəcə məsələn yenə də indi Vüqar bəy də bunu etiraf eləyir yəqin ki, məsələn bu günə qədər evlənən əl-arvad gəlirlər adətən oğlanın evinə xanım köçür və o oğlanın evi ya atasının adına olur, ya anasının adına olur, ya da ümumiyyətlə vərəsəliklə keçibdi. Əmlak məsələlərində problemlər çıxır. Bəli, və 2-3 uşaqdan 4 il sonra bu qadın faktiki olaraq küçədə qalır. Cinayət məsuliyyəti deyirik. Bu cinayət məsuliyyəti sadəcə ərlə arvad, yəni bir ailənin üzvlərinə aid olmalıdır, yoxsa üçüncü şəxs də ki, hansı ki iştirak eləyib onu da əhatə eləməlidir. İndi mən yenə deyirəm, öz subyektiv fikrimi söyləyirəm. Mən ümumiyyətlə hesab edirəm ki, xəyanətlərdə üçüncü şəxslərin heç bir günahı olmur. Yəni çünki hər bir şəxs özü qərar verir bu prosesdə iştirak eləmək. Amma bir iştirakçılıq var. Bəli, Misal üçün, iştirakçılıq əgər hansısa var. bir oğurluq hadisəsi baş verdiyi zaman, o oğurluqda kimlər iştirak eləyibsə, ya da vasitəçi olubsa, onların hamısı o məsuliyyətə cəlb olunur. Amma bu cür məsələdə üçüncü tərəf təmizdir ya da heç bir günahı yoxdur, sadəcə onu eləyənin günahı var. Bu necə olur? Bu da paradoks yaratmır. Paradoks yaratmır çünki o üçüncü şəxsin nə ailə məcəlləsi ilə, nə nikah müqaviləsi ilə heç bir öhdəliyi yoxdur qarşı tərəfdə. Ona görə də qarşı tərəfin bunun öhdəliyi olmadığına görə bu məsələ törətmir. Yenə mənəvi məsələdir. O tamamilə düz deyir ki, Vüqar müəllim, tamamilə mənəvi məsələdir, amma qanun çərçivəsində məsuliyyət daşıyan şəxs kim ki öhdəliyi daşıyırsa, o da məsuliyyəti daşımalıdır. Və mən sizi inandırım ki, %90 bu üçüncü deyilən əgər xanımlardırsa, onlar deyirlər ki, kişi gəldi mənə dedi ki, mən boşanma ərəfəsindəyəm. Ya da ki, yola evli gedirəm. deyiləm, aldatdı məni. Ümumiyyətlə, bəli. Gəlin hesab eləyək ki, çox evli adamlar bu gün heç üzük taxmırlar. Halbuki xarici ölkələrdə alyans taxmaq şərtdir. Onlar buna evlilik üzüyü deyirlər və çıxartmırlar. Biz bunu ilkin görünüş üzrə atribut da müəyyən edə bilmirik. Şəxsiyyət vəsiqələri evlənirlər, dəyişmirlər. Statuslu sistemə girib ancaq görmək olur ki, bu adam evlidir ya yox. Bəli. Cəzanı maddi olaraq görürsüz, yoxsa hansı formada görürsüz? Hesab edirəm ki, bu maddi cəza olmalıdır ilk növbədə. Mənəvi cəza da ancaq məsəl üçün atalıq hüququna bir məhdudiyyət qoyulması. O da əlbəttə ki, onun xəyanətin boyutlarına bağlıdır. Əgər bunu açıq-aşkar edirdisə, uşaqlarına da şahid məsələn bəzən elə olur ki, ailələr boşanır, xəyanət elədiyi xanımla tanış eləyir övladlarını. Bu cür məsələlər varsa, artıq orada atalıq hüququ da baxılmalıdır. Amma əks hallarda ancaq maddi baxımdan, yəni mülk bölgüsündə imtiyazlar olmalıdır qurban tərəfə.